Şəxsi kimlik analizi nədir? Hər insan fərqlidir. Hər kəs öz davranış modelinə görə, emosional reaksiyasına görə, qərar verməsinə görə, pul və həyat münasibətlərinə görə bir-birindən fərqlənirlər. Kimlik analizi kimlər üçündür? Özünü müəyyən qədər tanımaq istəyən, həyatının hansısa hissələrində blok olduğunu düşünən və onun nə olduğunu bilməyənlər, eyni şeyləri təkrar yaşayanlar, hansı düşüncədə hansı reaksiyanı verir bilmək istəyənlər üçündür. Amma onu da deyim ki, bu sadəcə bir fərqindəlikdir, özün haqqında qısa bir məlumatdır. Onu oxuyub hansı seçimi etməyin və məsuliyyətin öz üzərindədir.